Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazanın 10-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə sabahki imsak vaxtı 05:35, iftar vaxtı isə 18:56-dır. İmsak duası. İlahi, bugün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm. Ey tələb edənlərin məqsədi. İftar duası. İlahi, sənin üçün oruç tutdum və sənin ruzinlə iftar edib yalnız sənə təvəkkül edirəm. Allah orucunuzu qəbul etsin. Amin.